Ben təqdim lazım deyil qardeş. Geçmiş prokuror, baş prokurorun qohumlarındandır. Adını çekmek istemiş ki Böyle olmaz axı. Pul ayrıldı. Yediler. Belediyesi o birisi Sovet sədri. Yediler. Biz yola ben töydük. Belediye geldi çəkdi ki gedim ben pulu aformut eləyim. Bax belədir vəziyyət. Salam değerli dostlar, hoş gördük her biriniz aziz dostlar. Yine Sabunçu rayonunun Zabra qəsəbəsi Gültəkin Ələsgərova küçəsindəyik. Burada vətəndaşlar bize müraciət edədilər. Burada da kifayət qədər problemler var. Kanalizasiya problemi var, yol problemi var, digər problemler. Vətəndaşların öz dilindən eşidək. Görək vətəndaşları burada hansı problem narahat edir değerli dostlar. Nuriye Şirinova. Neçə ildir burada yaşayırıq. Problemimiz çox çətindir. Bütün su, yağış yağanda buralardan keçmək mümkün deyil. Uşaqlar məktəbə gedə bilmir. Palçıq, su pis gündədir. Kanalizasiya lazımdır bizə. Yoxdur. 30 ildir, 40 ildir burada yaşayırıq. Bir dənə kanalizasiyamız, bir dənə bir şey şərait yaratsınlar, biz də istifadə edək. Yoxdur şəraitimiz. Pis gündəyik. Siz özünüzü təqdim edin. Özünüzü təqdim edin. Gəlibsiniz, valla xoş gəlibsiniz. Mən sizi çoxdan gözləyirdim. Valla çoxdan gözləyirdim. Az qalıram ağlayam, heç danışa bilmirəm. Bir dənə kanalizasiya 40 ildir mən yaşayıram. 60-70 yaşı olacaq. Hələ mən bir dənə kanalizasiya görmürəm. Su daşımaqdan qolum, qıçım topal olub. Vallahi. Uşaqlar gedə bilmir. Buraları bütün bu çıngılları özümüz tökmüşük. Bizim əsas kanalizasiyadır. Valla kanalizasiya olsa bizim elə bir problemimiz yerinə yetir. Bütün evlərimizin altına gedib sular. Ta pıxıbdır. Nə qədər su buraxaq? Nə qədər gətirib çəkdirək? Olan pulumuzu da ona veririk. Verirlər pensiyanı, dərmana ver, kanalizasiya ver, yola ver. Və biz nə yeyək, nə dolanaq? Belə də problemimiz əsas kanalizasiyadır, sonra da yol. Qəmbərova Lalə. Mən də qonşuların dedikləri ilə razılaşıram. Yoldur, kanalizasiyadır, əsas kanalizasiyadır. İşləyirik, maaş alan kimi yarısını veririk yola, yarısını veririk kanalizasiyaya. Bu çətindir də, yəni çatdıra bilmirik. ben Qurbanov Nuru Bayramoğlu, ben açığını danışım. O 30 ildən çoxdur burada yaşayırıq. Hər dəfədə hər dolur, çağırırıq 30 manat, hər ay 30 manat. Veririk mən kişi. Deyilən vermişsiniz, mən açığını deyim. Hazır bu 30 manatı verince ona buna apar ver, üstündən də su içir, bizə də söğür. Mən açığını deyim. Söğür. Hazır bu 30 manatı dövlətə keçirdərəm aydan aya. Bilirəm ki, kanalizasyon var, arxayın gelir. Ne dersin? Suyumuz var, ışığımız var, gazımız var. Bir yoldu, bir de kanalizasyondu. Ben de 300 manat pensiya alıram. Allah can sağ bunun olun. gazını hesaplar, bunun suyunu hesaplar, bunun abi koyma. Gazdır, sudur, ona ışıktır. Ayda da 30 manat her zada veririm. Ne de kızım. Her ay ben 30 manata kanalizasyon veririm. Niye? Hazır 30 manatı 10 manatını veririm devlete, 15'ini veririm devlete. 10 manat, 15 manata çimdə kalır. Düzdür axı. Düzdür kadar. Tamamıyla doğru. Hazır bunu bir aparır, kimse gelir, çəkdirirəm, deyir 30 manat. Mecbur vermeliyim. Bu belediyenin icra nümayəndələri Bilmirəm, tanıyorsunuz. belediye buna bakır, icra kənd soveti baxır, nə kim Tanıyırsınız ümumiyyətlə. Tanıyırsınız. Getdi, çəkiləcək. Kənd sovetinə də neçə də 2 dəfə getmişik. Bələdiyyə də demişik. Xeyir yox, deyirlər gəlib çəkiləcək. Mən öləndən sonra heç olmasa 5 gün belə suyu rahat işlədərəm, 5 gündən sonra ölərəm də yazğam axı. Qazın pulunu verirəm artıq, suyun pulunu verirəm artıq. Kanalizasyonumu çəksin, yolumu çəksin, kanalizasyon pulunu veririm. Dövlətim yemirəm ki, deməsin ki verməyirsən. Mənim yoldaşımdır o. Hər yuanda qazanla su yer axtarır ki, aparım araya tük. Özünüzü təqdim edin. Eşen Salayı, hoş gelmişsiniz. Işıklandırırsınız.
Ben özüm belediyede olmuşam neçə dəfə. Ha, çağır yaz. Evim Kupşalı deyəm, belediye avtomatik gəlir də borc. Gedirəm ödəməyə, deyir ki, mütləq ödəməlisən. Deyirəm, gəl bir dənə maşın burası dökdə, heç olmaz. Hər il və qonşular sağ olsun. Pul yığırıq, özümüz düzəldirik. Qış gələn kimi, payız gələn kimi yenə dönür pis günə. Çünki kanalizasiya yoxdur, su qalır, it gününə qoyur. Doğrudan da acan-acaqlı vəziyyət. Dövlət proqramları da salınır bir neçə dəfə bildiyim qədər. Hər dəfə şey olub, geriyə salınıb. İndi bu dəfə görək nə olur da. Düzəlsə yaxşı olar. Hamı duaçı olar. İşıqdır, qazdır, sudur, əladır. Amma kanalizasiya yol çox pis gündədir. Heç Azərbaycanın indiki inkişafına heç yaraşmır bura. İqtisadi gəlirlər var, dövlət büdcəsi var, valyuta ehtiyadı var, amma kanalizasiya yoxdur, yol yoxdur. Çox acan-acaqlı vəziyyət. Bakının kəndlərinə, Quliyev Aydın Hüseynoğlu. Bakının ən yaxın kəndi buradır. Elədir? Bir də kanalizasiyası yoxdur. Nəm köhnə küçələrdə bir balaca kanalizasiyaları var. Nəm bizim o rəhbərlikdir, nəm kimlərdir. Onlardan soruşurlar, dizdə kanalizasiya. Kanalizasiya yoxdur axı. Bundan əlavə yola baxın da bacım. Qızım, bir bax görün nə vəziyyətdir. Buradan palçıq keçməmiş. Küçədə yağış yağanda bütün oradan sel, su hamısı axır gəlir bura. Bura olur gölməsə. Bax bu hissə. Bu evlər, babablar hamısı suyun altında qalırlar. Hamısı nəmişdir. Hələ bir yandan da kanalizasiya axır. Da nə qədər bu cəmaatdır deyirsən, sağ olsunlar indi hələ cibindən çıxanıb, canından çıxanıb verirlər. 5 manat, 10 manat alırıq, materialdır, gətiririk, tökürük, düzəldirik. Bir müddət keçir, yenə də dağılır, tökülür. Çatmır axı, nətər deyəsən, hamısı kasıb adamlardır, pensiyon, mənə kimi pensiyon edirlər hamısı. Hansı bir nə deyəsən sən nədir? Patoloku verə bilsələr 50 manat. Ondan artıq heç kimin gücü çatmır. Hə? 50 manat kim verir? Pensionerə. Mən vermişəm. Yox, verəcəklər. Görə indi hamıdan ala bilirsin sən 50 Yox, manat. ala bilmirik. Ay sağ ol, onu deyil ha. Sən başqasının adına danışma. 20 ildə hər ildə deyirlər. Sabunçu rayon icra hakimiyyətinə pul da keçirilibdir. Dövlət keçirilib. 4 milyon manat keçirilibdir. Ancaq o 4 milyondan bizə heç nə çatmır buradan. Nə kanalizasiya, nə də bir şey. İldə bir ayda 2 dəfə kanalizasiya su çəkdirik, 40 manat verir. 40 manat az pul deyil. Pensiyam da mənim də nə pensiyamı ona verirəm, qardan bilə. Bizim şikayətimiz oldu, yoldu, kanalizasiya. Əsas kanalizasiyamızı bizim düzəltsin. Vallahi biz ayda 40 manat az pul deyil bizim. 40 manat kanalizasiya pul verir. Bizim şikayətimiz budur. Sizdən çörək istəmirik, yemək istəmirik, bir şey istəmirik. Bizi dövlət səviyyəsində, dövlət prezidentimiz ayırdı, pulun az hissəsini bizə keçirsin Sabunçu rayon icra hakimiyyəti. Başqa bir şey yox. Allah sizin də köməyiniz olsun. Hüseynov Zahid Nuroğlu. Nə deyim valla, məndən qabaq iştirak edənlər sizə dedilər vəziyyəti. Burada yaşayanların hamısı pensionerdir. Burada bir dənə dövlətdə işləyən adam qalmıyor. Hamısının 65-70 yaşı var. Heç kimin imkanı yoxdur ki, nə asfalt çəkə bu yola, nə də kanalizasiya. Ayda 2 dəfə, 3 dəfə kanalizasiya dolur, aldığımız pensiyanı da veririk, kanalizasiyanı çəkdiririk. Yolumuz da deyil, indi siz şeydə gəlmişsiniz də, isti havalarda gəlmişsiniz. Burada yağış yağanda burada keçib uşaqlar məktəbə də gedə bilmir. Balaca körpələri biz bağçaya apara bilmirik. Belə olmaz axı. Pul ayrıldı, yedilər, bələdiyyəsi, o birisi, Sovet sədri. Yedilər, biz yola ben tötük, bələdiyyə gəldi, çəkdi ki, gedim mən pulu aformut eləyim. Bax, belədir vəziyyət. Mən nə deyim da? Bunu nə dövlət bunun xəbəri yoxdur bizlər, nə bələdiyyənin, nə Sovet sədrinin. Gəlirlər, torpaq pulu ver, su pulu ver, nə bilim, nə pul ver. Biz heç zat verməməliyik. Çünki bizə baxmırlar. Belediye adında burada biz təşkilat tanımırıq. Sovet sədrini. Gəlirlər, torpaq pulu ver, su pulu ver, nə bilim, nə pul ver. Biz heç zat verməməliyik. Çünki bizə baxmırlar. Belediye adında burada biz təşkilat tanımırıq. Sovet sədri də onun kimi. Özünüzü təqdim edin, sadəcə probleminizi deyin. Cəlil Məmməd Rzaoğlu. Probleminiz nədir? Problem yaxşı vaxta gəldi çıxması bura. Burada yağış yağanda ateşin su hamısı gəlib dolur bura. Mümkün deyil keçmək. Buranı doldurmuşuq öz hesabımızı. Ancaq ki doldurma ilə qurtarmır.
Uşaqları aparırdım hazırlığa. Allah qaz qaldı uşağı bura. Deyirəm, bu nətər yol çəkməkdir. Bir belə qapının ağzına tökəndə nə olar? Yaşayırlar da sənin xalqında. Nə olasıdır ki? Məni də az qalıb maşın bura uşağı da. Daha uşağı durub gözləyirdim ki, maşınlar keçdim, mən yol getdim. Belə olar. Biz nəyik burada? Nemesiyik, erməniyik, nəyik? Biz də sizin insanlarıq da. Belə olar mı? Başının qulağıdır. Ucqar kəndləri gedir, abadlaşdırır, baz, asfaltı, yolu, kanalizasiya yapılan. Bizə gələndə yoxdur. Bu da burada da Bakının 15 dəqiqəyə çatırıq şəhərə. Nə oldu? En yakın kent. Belə olmaz axı. En yakın kent, en yakın kent. Biabırçılıq diye. Boş havada gəlmişik də biz burada. Burada bir gün yağış yağanda, elə bir normal bir güclü yağış yox. Normal bir yağış yağanda 3 gün, 5 gün, bir həftə olur ki, su çəkilmir. Çünki o gün niyə çəkilmir? Kanalizasiya yoxdur. Torpaq ucu doyubdur. Əhali də çoxdur. Su yağan kimi su getmir. Nə qədər şey. Elə qazandın, qazanmadan ya kanalizasiyadır, ya da şey, asfalt gəlsən biabırçılıqdır. Aydan qədər kanalizasiya çəkdirək, quyuna qədər çəkdirmir. Kanalizasiya yox, quyuna qədər çəkdirmir onlar. Quyu da qapının ağzında hamısı nəmişlikdir, xəstəlikdir. Bütün uşaqlar hamısı xəstəlikdir. Bir bazı hava xüsusi şeylə soyuq olan kimi hamı xəstədir. Çünki su getmir. Hamısı torpaq da yoxdur, kanalizasiya yoxdur. Bir gün yağış yağır, 5 gün suyu qurumur. Ana o da lazım kış olsun. Kış yağış yağdı, gedib gəlmək olmur buradan. Uşağı aparma olmur məktəbə. Oradan da bir yol çəkdilər, 2 metr yoldur, yarım metr buradan yağmasın, qonşunun qapısını alır. O asfalt təmin ki, buradan keçən də rahat keçirlər, sanki uşaqda nəsə şey olmaz. Baxan yoxdur. Valla bunun aha. Abur həyə yaxşı şeydir. Onun rəhbərliyi kimdirsə, adamlığın olsun sənin. Neynirsən, elirsən, iş görürsən, tam görgünən də. Bunun səksi var, bunun şeyi var. Buradan gedəndə mağazinin qabağında. Görərsiniz orada. Bu sağ tərəfdə bir dənə belə yağma kimi yer var. Neçə dəfə dedi ki, ora kimi bir dənə qonşu orada öz puluna çəkdirmişdi yol. Neçə dəfə xahiş elədik onlardan ki, o yağmanı biraz doldur günəndə. İnandırım sən 2 lapat köşəyə atmadı ora. Atmadı ki, yox, mən deməyiblər, mən bələnçinə deyiblər. Çox xahiş olunur, çox deyilir, çox müraciət olunur, amma hə deyilir, amma yenə öz bildiklərini edirlər. Məncə sakinlərə biraz yazıqlar gəlsə yaxşı olar. İnsaf imanın yarısıdır. Biz deyirik. İnşallah ki, sözümüzü işlərlər, sözümüz çatar lazım olan yerə. Gəlib düşünür. Sizə də çox sağ olun, Allah razı olsun. Buyurun, borcumuz. Bizim bu problemimizi ışıqlandırırsınız. Minnətdaram, təşəkkür edirəm sizə. Hamımıza təşəkkür edirəm. Təşəkkür edirəm, sağ olun. Belə, dəyərli dostlar, Zabrat qəsəbəsinin daha bir küçəsində eyni analoji problemlər. Ümidvarıq ki, o digər o problemlər ki, biz çəkib işıqlandırıq, o problemlər aradan qalxır, düzəlir. Bu küçənin də sakinlərini narahat edən problemlər aradan qalxacaq. Çünki adamlar 70 yaşında, 80 yaşında, 65 yaşında su daşımaqdan yorulmuşuq. Hörmətli Sabunçu İcra Hakimiyyətinin başçısı, təmsil olunan deputatlar sizə deyirlər. Bizdən çəkib işıqlandırmaq, sizdən problemi həll eləmək. Dostlar, yayımızı bəyənin, paylaşın, kanalımıza abunə olun, sağ olun, sağlıqla qalın.